Vəhabi sözünü işlədən insan, işlətdiyi sözün mənasını bilmir, bilmədən kiməsə böhtan atmağın axirət günündə cəzasını bilmir. Əgər bir şərəfsiz saqqal saxlayıb Allahın evinə bomba atırsa, bacısını öz nəfsinə satırsa, İslamın adına ləkə qatırsa, demək saqqallılar hamısı pismi? Kim görürsə əgər saqqallı birin, o saat deyir ki, bax, Vəhabidir. Qurandan birisi dəlil gətirsə, ona da deyir ki, yox, Vəhabidir. Vəhabi dediyin həmən insanın mərifət qanacaq əxlaqına bax, bir analiz elə özüvü, onu, bir ona, bir də öz imanına bax. Saqqal saxlayanlar terrorist deyil, Peyğəmbər yolunu gedən kəslərdir. Sınaq dünyasında nəfsini saxlayıb, əxlaqın, vicdanın güdən kəslərdir. Qulaq as, sözümü sən yadda saxla. Hər saqqallıya terrorist demə. Jackie Chan filminə baxıb o saat bütün Çinlilərə karatist demə. Çalış bir insana xarici deyil, daxilinə görə qiymətini ver. Kimdənsə eşidib yalan şər atma. Çalış bu şeylərə diqqətini ver.